Kalsiyum XON2 və 1 molda olan polyar kovalent rabitələrin mol sayı 14'dür deyir. Ümumiyyətcə elə 8-ci sinif dərsliyində də veriblər onu. Kalsiyum N-dir, burada 2 yazıblar. Və polyar kovalent rabitə bir növ mərkəzi atomun valenti qədər olur. Yəni veya mərkəzi atomun valenti bilmirəm. Bir A deyim bura. A'nı vuracağım 2'ye. 2A bərabərdir 14. A da bərabər 7. Yəni 7 valentli və yaxud da müsbət 7 oksitləşmə dərəcəsi. Yəni buradan da müsbət 7. Məsələn kalsiyum müsbət 2'dir. Yəni 2 üstə gəl. A 7'dir. Vur 2 14. Çıxılsın mənfi 2'dir. Mənfi 2 buradan da 4n bərabərdir 0'a. Buradan da 4n bərabərdir 16, n də bərabərdir 4 olacaq. Cavabımız D variantı.